Mən istəyirəm indi bütün Şirvan cəmaatı baxsın bu adamın sifətinə. Bu adam Şirvanlıdır, değil mi? Adı nədir bunun? Həmid kişidir. Adı Həmid. Həmid? Bəli, bəli. Abbasov Ülvünün atası Həmid kişi. Həmid Şirvan Abbas. şəhərində. Mən istəyirəm Şirvan cəmaatı, mənim orada dostlarım, qohumlarım da var. Hamı bu adamı yaxşı tanısın. Baxın sifətinə bunun. Bu adam deyəsən bilmir ki, bunun uşağı zorlanıb, bilmir ki, bunun uşağı qalıb oydu. İstəyirəm Şirvanda bütün qızlar da tanısın, bilsinlər ki, birdən çaşarlar, bunun oğluna ərə gedərlər. Bunun oğlu dostlar, əziz vətənlər, özü etiraf edib ki, qalıb oydu. Onu ermənilər zorlayıb, sən demə. Öyle könüllü gedib, bunu kimsə varıb, bu adam ermənimlə cins əlaqədə olub. Dostlar, mən bunu niyə belə deyirəm? Mən bilirəm ki, bunun uşağı da o mən deyəndən deyil. Bunun uşağın da Badırov kimi işgəncə məruz qoyublar, qoyublar bir başqasının üzründə bədbaxt eləyiblər. Amma adamda bir ləyaqət olar, bir insanlıq olar, bir kişilik olar. Ruslan bəy zəng eləyib bu adama, ekranda gözü bu adama. Sən uşaqla denəm, gəlsin olan şeylər düz danışsın. Adam deyir, mən uşağımı narahat eləmə. Adamdan namus qeyrət olaraq ki, sən nə danışsan? Sənin uşağın sözünə görə kim həbsdə yatacaq, ömrü məhv olacaq, sən də kef çəkəsən. Yox, belə şey olmayacaqdır. Əgər sənin oğlunun dediyi düzdürsə, sənin oğlun qalıb oydu. Sənin əxlaqsız binamusun biridir, şərəfsin biridir. Ermənin altı yatar alçaqdır. Sən bunu bilməlisən ata kimi. Yox, sən bunu qəbul edirsənsə, sən də elə oğlunun tayısan. Bunun başqa bir yolu yoxdur ki. Bütün Şirvan cəmaatı bunu bilməlidir. Bu adamın ailəsini, oğlunun, uşağını bayramlarla hamı göstərməlidir ki, bu odur. Bu adam ermənin altı yatar alçaqdır. Bunun başqa adı yoxdur. Yox, əgər belə deyilsə, zəhmət atasan, uşağın qolundan, ged o xanlar və leylislər, deyən ki, binamus. Sən mənim uşağımı niyə zorlamısan? Sən mənim uşağımın dalını niyə putu soxmusan ki, sonra adını qoymuşsan ki, bunun arxasında əlamət var, özdə erməni cinsiyyət orqanının əlaməti. Onu erməninin orqanı şey bilir. Xanlar əla bilir əlamətləri necə olur. Baxın, ha, adam birbaşa yazıb şeyə, ekspertiz rəyinə. Sən necə atasan, sən necə şərəf ləyaqətin imkan verir ki, sən özün haykü qaldırıb, hara İslamın qəvəzdə, hey, mənim balamın başına bir ton açıblar. Deyir, mənim uşağım adını çəkmə. Çəkiləcək, özdə necə lazımdır çəkiləcək. Darıxmayın. Mən sizdən xahiş edirəm. Gələn verilişə hazırlaşın. O şahidlərin bir-bir adların, soyadların, ünvanların, hamısı zəng edin, özünə, valideynə səslərin yazın, hamısını verəcəm efirə. Bu belə gedə bilməz. Mən imkan verə bilmərəm ki, mənim xalqımın alnına bu binamusluq ləkəsini xanlar yapışdıra. İlham eləyir. Bu sənin alnına yapışdırılıb, ha. Sənin arvadının, qızının, oğlunun alnına yapışdırılıbdır. Səndə zərrə qədər ləyaqət, kişilik qalıbdırsa, sən bu işi aşmalısan. Bir ölkə başlı bir prezident kimi aşmalı sənin vəzifəndir. Bunun başqa bir yolu yoxdur. Çünki bugün prezident sənsən, sən bunu eləməlisən. Xalq səndən bunu gözləyir. Sən bunu eləməyəsənsə, xalqda təbii ki, o fikir yaranacaqdır ki, bu cinayətin törədilməsində Azərbaycan xalqının əxlaqsız, erməniyə seksual xidmət göstərən xalq kimi tarixə düşməsində maraqlı da sənsən, İlham Əliyev. Bunun başqa bir variantı yoxdur. Qurban bəy, mən buradan bir daha da xalqıma müraciət edirəm. Xalqım da bilsin ki, bu Elşən Qasımov 2016-cı ildə həbs olunub. Ona orada işgəncə verən o Ruslan Mikaylovdur, Elçin Əliyevdir, Fuad Ağayevdir. 2017-ci ildə gəlib bizə işgəncə verib. Eyni ssenaridir. Eyni ssenari, eyni ssenaridir, bəli. Yəni bu da məlum məsələdir ki, yəni bu Beyləqan korpusudur, bu Bərdə korpusudur. Bərdə korpusunda 07-də xidmət edən adamlar Beyləqan korpusunda gedib işgəncə veriblər. Ruslan Mikaylovdur, Elçin Əliyevdir. Yəni bunlar orada işgəncə. Bunlar siz bunu başa düşün ki, bu nə deməkdir? Hayır Ruslan, bir də görmə, bu adamın oğlu evlənib subaydı. Allah, o haqda məlumatım yoxdur, Qurban bəy. Bunu xahiş edəm öyrənin. Bunun uşağı subaydı yoxsa evlənibdir. Çox şübhən ki, evlənibsə bunu deməli gəlini bilmir. Bunu onun arvadı bilmir ki, o kimdir. Onu bir çatdıracaq ona ki, kimdir. Əgər subaydırsa, Şirvanda özünü tanıyan bir kişi bunun qızına, oğluna qız verməməli, verməz. Çünki belə bir adama qız verməzlər. Adam əgər özünü qoruya bilmirsə, onun arvadını heç qoruya bilməz, yadınızda qalsın. O şeydir. Qızınızı təhlükə atmayın.